19 iyun 2026-cı il tarixində Gəncə Dövlət Universitetində Ümumi Texniki Fənlər və Texnologiya Kafedrası ilə Filologiya və Xarici Dillər Fakültəsinin birgə təşkilatçılığı ilə işgüzar kommunikasiyada verbal və qeyri-verbal nitq mövzusunda elmi nəzəri seminar keçirilib. Seminarda Filologiya və Xarici Dillər Fakültəsinin dekanı Yadigar Əliyev, Fizika və Texniki Fənlər Fakültəsinin dekanı Professor Muğan Quliyev, Magistratura şöbəsinin müdiri Dosent Emin Yaqubov, Təcrübə və Karyera şöbəsinin müdiri Dosent Cabbar Qarayev, Filologiya və Xarici Dillər Fakültəsinin Elmi İşlər üzrə dekan müavini Mehriban Məmmədova, Humanitar məsələlər üzrə dekan müavini Arzu Babayeva, Alman Dili Kafedrasının müdiri Elvin Atakişiyev, Qrammatika və İngilis Dili Kafedrasının müdiri Elnara Abdullayeva, eləcə də kafedraların professor müəllim heyəti iştirak ediblər. Seminarı giriş sözü ilə açan Ümumi Texniki Fənlər və Texnologiya Kafedrasının müdiri Dosent Elçin Cavadov bildirib ki, seminarın keçirilməsində əsas məqsəd işgüzar kommunikasiya prosesində verbal və qeyri-verbal nitqin rolunun elmi əsaslarla araşdırılması, bu sahədə mövcud nəzəri yanaşmaların təhlili, eləcə də iştirakçıların kommunikativ səriştələrinin inkişafına töhfə verməkdir. Filologiya və Xarici Dillər Fakültəsi, eləcə də Fizika və Texniki Fənlər Fakültəsinin birgə əməkdaşlığı çərçivəsində keçirilən elmi nəzəri seminarda salamlayıram. Bugünkü seminarımızın mövzusu da akademik yazı və etika fənni ilə bağlıdır. Bu akademik yazı və etika fənni müəyyən bir elm sahəsi deyil, bütün tədqiqatçılar, bütün müəllimlər, eləcə də tələbələr üçün aktual olan bir mövzudur. O qeyd edib ki, qloballaşan dünyada və sürətlə dəyişən əmək bazarında effektiv ünsiyyət bacarıqları fəaliyyətin əsas şərtlərindən biri hesab olunur. Bildirilib ki, belə seminarlar yalnız nəzəri biliklərin zənginləşdirilməsi deyil, həm də praktik bacarıqların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda müxtəlif fakültə və kafedralar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Seminarda Azərbaycan Dili Kafedrasının müəllimi Ayşə Nəbiyeva işgüzar kommunikasiyada verbal və qeyri-verbal nitq mövzusunda geniş məruzə ilə çıxış edib. Qeyri-verbal ünsiyyət vasitəsilə biz dediklərimizi və ya dediyimiz sözləri müəyyən məqamlarla tamamlaya bilirik. Yəni dediyimiz sözləri göz hərəkəti, əl-qol hərəkəti, bədən dili vasitəsilə qarşı tərəfə daha emosional formada çatdıra bilirik. Məruzəçi qeyd edib ki, müasir işgüzar münasibətlər sistemində uğurlu ünsiyyət yalnız düzgün və məzmunlu nitqdən deyil, eyni zamanda mimika, jest, bədən dili, baxış, səs tonu və digər qeyri-verbal vasitələrdən səmərəli istifadə bacarığından asılıdır. O vurğulayıb ki, aparılan elmi tədqiqatlar insanlar arasında ötürülən informasiyanın mühüm hissəsinin məhz qeyri-verbal vasitələr vasitəsilə qəbul olunduğunu göstərir. Daha sonra məruzəçi ona ünvanan sualları ətraflı cavablandırıb, iştirakçılarla mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Məruzə ətrafında çıxış edən Ümumi Texniki Fənlər və Texnologiya Kafedrasının müdiri Dosent Elçin Cavadov, Filologiya və Xarici Dillər Fakültəsinin dekanı Yadigar Əliyev, Magistratura şöbəsinin müdiri Emin Yaqubov və Təcrübə və Karyera şöbəsinin müdiri Dosent Cabbar Qarayev qeyd ediblər ki, bu cür elmi nəzəri seminarlar müəllim və tələbələrin elmi dünya görüşü genişlənməsində mühüm rol oynayır. Onlar bildiriblər ki, fakültələrarası əməkdaşlığın gücləndirilməsi, elmi müzakirələrin təşviqi və belə tədbirlərin mütəmadi təşkili universitetin elmi nüfuzunun yüksədilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Yaxşı haldır ki, bax belə gənclər gəlib bizim sıralarımızda çalışır bizdən. Əməkdaşlığın yaranması və mükəmməlləşməsi, daha da dərinləşdirilməsi məqsədilə bugün burada təşkil olunan ikinci tədbirdir. Sonda vurğulanıb ki, bu kimi tədbirlərin müntəzəm keçirilməsi Gəncə Dövlət Universitetində elmi mühitin inkişafına, fakültələrarası əməkdaşlığın daha da möhkəmləndirilməsinə və müasir akademik standartlara uyğun tədqiqat fəaliyyətinin təşviqinə mühüm töhfə verir.